hər vaxtınız xeyir. Xəritə şouya baxırsınız. Aparıcısı mən Gülüm. Balaxandayıq. Gedək görək, bugün 105 manatı kim qazanacaq? Məqsədimiz intellektual səviyyəni qaldırmaq və pul qazandırmaqdır. Gedək. Kimi görəcəyik? Ümumiyyətlə, kim qabağıma çıxacaq? Mənə o maraqlıdır. Maraqlı yer, maraqlı insanlar, qəribə məhəllələr, maraqlı qapılar və bir nəfər gəlir. Salam. Salam, necəsiz? Sağ olsun, necəsiz? 15 dəqiqə ərzində 105 manat pul qazanmaq istəyirsiniz? İstəyərəm. Amma şərtlərimiz var. Nə eləməliyəm? Telefonunuzu mənə verə bilərsiniz? Bəli, verə bilərəm. Buyurun. Təşəkkür. Başlayaq? Başlayaq. Tamam, o zaman başladıq. Vaxt getdi. Melan, maraqlı da tapa biləcək. Taparam, niyə tap? Məkanı tapıb. Görək zərfi də tapa biləcək. Deyirəm, pul necə şirin şeydir. Gedək görək nə olur. Təndirə düşən insanlar kimlərdir? Tələsənlər. Doğru cavab. Tələsin. Cəmi 9 dəqiqəniz var. Demokratiya sözünün mənası nədir? Elçin, əgər sualın cavabını bilmirsənsə, şərtlərə görə ya kiməsə yaxınlaşıb soruşa bilərsən, ya da dosta zəng eləyə bilərsən. Hansını seçirsən? Zəng eləyim onda. Tamam, buyur. Alo? Alo, Azər necəsən, nə var, nə yox? sağ ol Elçin, yaxşıyam. Sən Sağ necəsən? ol, yaxşı olasan. Gör nə deyirəm, bir dənə verilişə qoşulmuşam, vaxtım azdır. Bir dənə sual veriblər, indi məncə sən biləsən cavabını. Deməli, sual, demokratiya sözünün mənası nədir? Demokratiya, Aha, hə. səhv eləmirəmsə xalq hakimiyyəti. Aha, xalq hakimiyyəti yaxşı oldu, çox sağ ol. Xalq hakimiyyəti. Doğrudur Elçin. Növbəti hədəfə doğru. Cəmi 7 dəqiqə vaxtın qalıb. Tələs. Maraqlıdır. Növbəti sualı və məkanı tapa biləcəkmi? Deyirəm, pul necə şirin şeydir. Kağız ilk dəfə harda kəşf olundu? Harda? Aha. Deyəsən bunun cavabını bilirəm. İçində. Doğrudur. 5 dəqiqə vaxtın qalıb. Tələs 15 manat hal-hazırda qazandın. Deyirəm, görən bu vaqonu kim kəşf eləyib? Maraqlı sual. Deyilmi? Vaqonla səyahətimiz bitdi. Davam. Sağ ol da.
arayışdadır, axtarışdadır. Mən isə həmişə kimi istirahət edirəm. İşimiz budur. Elçin buyur. 1964-cü istehsal olan bu Azərbaycan filmində illüzyonist Anatoli Falkovun köməyi ilə keçmiş və gələcək uşaqların gözü ilə təsvir olunur. Cavab? Bilmirsən? Bilmirəm. 1 dəqiqə 10 saniyə vaxtın qalıb. Bəlkə kimdənsə soruşasan? Mən axırda dəli olacağam. Salam Məşhur. Tamam, bu sualın cavabını başa bilərsən. Deməli, 1964-cü istehsal olan bu Azərbaycan filmində illüzyonist Anatoli Falkovun köməyi ilə keçmiş və gələcək uşaqların gözü ilə təsvir olunur. Yox, bilmirəm. Bilmirsən? Son 20 saniye sualın cevabı tapılacaqmı? Yox, bilmədilər olar. Elçin, zaman da bitti. Ama sen bizden 20 manat pul kazandın. Təəssüflənmə, hər zaman pozitiv ol, sağ ol. Biz isə növbəti iştirakçıyıq. Melon, buranın çox maraqlı dar küçələri var. Sən bir də yuxarıdan görədin. Lampalar da gecə yanır, görürsən. Yanında geçiyor oradan. Görəyim növbəti iştirakçımız kim olacaq? Çox maraqlıdır mənə. Ay qız, keçmə bizim məhlədən. Salam. Sağ ol. Necəsiz? Sağ ol. Bir dəqiqə. Abla. Sağ ol. Ha, yaxşı danışaq. Cəmi 15 dəqiqə ərzində 105 manat pul qazanmaq istəyirsiniz? İstəyirəm. Amma şərtlərimiz var. Bunun üçün 6 suala cavab vermək lazımdır 15 dəqiqə ərzində. Amma həmin 6 sual müəyyən məkanlarda da o məkanları da tapmaq üçün gərək telefonunuzun xəritə vasitəsilə tətbiqini izləyib gedəsiniz. Hazırsınız? Hazıram. Əla. Amma kömək vasitəniz də var. Ya dostu zəng eləyə bilərsiniz, ya da ki, yaxınlaşıb kimdənsə məsləhət ala bilərsiniz. Tamam? Yaxşı. Oldu. Telefonunuzu verin, zəhmət olmasa bizə. Bu sizin xəritəniz. Adınız? Absalam. Absalam, vaxt getdi. Melan, Balaxanı xoşuma gəldi. Maraqlı yerdə, hə? Gedək görək Abısalam sualı tapdı, yoxsa yox? Xalqlar Dostluğu metro stansiyası məhz bu iki stansiyanın arasında yerləşir. Cavab. Qaraqareyev, Neftçilər, Xalqlar, Əhmədli. Neftçilər metro stansiyası ilə Xalqlar. Əhməddə. Əla, doğru cavab 5 manat qazandın. Cəmi 2 dəqiqə keçib növbəti suala doğru. Deyirəm hələ də buradaydı, yanımdaydı. Deyirəm vaxt gedir. Qaçdı. Atlantik okeanında olan Bermud üçbucağının Sakit okeandakı analoqu belə adlanır. Bermud üçbucağının sakit. Cavab. Adını Atlantik okeanında. Sakit okeanda deyildi Bermud üçbucağı. Dəqiq fikirləş. Bir dənə Bermudun adını dəyişdirdilər. Üçbucağı eyni qalırdı. Bir kömək eləyəm mən sizə biraz. Yox. İpucu da Bermud üçbucağı bilirdim ayda. Şeytan üçbucağı.
Düzdür? 10 manat qazandın. Növbəti mərhələyə 3 dəqiqə 50 saniyə. Uğurlar. Melan. Deyirəm nə qəşəngdir. Bulaq başında görüşürük. Romantik. Ha gel. Abi salam. Ay abi salam. Son 20 saniyə. 19, 18, 17, 16, 15. Sağ olun. Niyə? Tapa bilmirsən? Əfsuslar olsun. Saniyən də bitdi yəni. Sağ olun. Amma təəssüflənmə. 10 manat bizdən pul qazanırsan. Hala xoşun olsun. Görüşərik. Abu Salam bizdən 10 manat qazandı. Niyə? Qisməti bura qədər imiş. Biz isə gedək görək 105 manatı kim qazanacaq? Yola davam. Melan, Hacı. deyirəm bəlkə boş vaxtlarımda taksiliyə başlayım. Yaraşar mən. Amma indi tələsməliyik. Növbəti iştirakçı 105 manat pul qazanmalıdır. Görək kimi tapırıq. Ha, burada biri var. Salam. Necəsiz? Sağ olun, siz necəsiz? Sağ olun, yaxşıyıq. 15 dəqiqə ərzində Aha. 105 manat pul təklif eləsəm, razılaşarsınız? 15 dəqiqə ərzində 105 manat. Düzü dostum gözləyirəm, amma olar. Narahat olmayın, pulu havaya verməyəcəm ki. Şərtlərim var. Nə şərt? 15 dəqiqə ərzində 6 dənə suala cavab verməlisən. Amma suallar müəyyən məkanlardadır. Telefonuna xəritə tətbiq eləyəcəyik. Onun vasitəsilə gedib sualları tapmalısan. Hazırsan? Deməli 6 dənə suala cavab verirəm 15 dəqiqə ərzində. Qarşılığında nə alıram? 105 manat pul qazanırsan. 105 manat. Aha, varam. Telefonumu verə bilərsən? Adın? Qüdrət. Qüdrət. Bu sənin xəritən. Vaxta getdi. Uğurlar. Növbəti iştirakçı Qüdrətdir. Görək 105 manatı qazana biləcək ya yox. Qüdrətə göndərdiyimiz xəritə əslində uzun yoldur. Biz isə qısa yoldan gəlmişik. Yəni kəsmə yoldan. İndi gedək görək Qüdrət sualı tapa bildimi? Buyur Qüdrət. Türkiyənin paytaxtı hansı şəhərdir? Ankara. Dəqiq cavab Ankarada. düzdür. 10 manatı bizdən qazandın. Növbəti mərhələyə cəmi 10 dəqiqə vaxtın qalıb. Sağ ol Qüdrət. Biz isə gedək görək Qüdrət məkanı tapa biləcəkmi? Buyur. İlk bədi Azərbaycan filmi hesab olunur. Əgər sualın cavabını bilmirsənsə, dosta zəng eləyə bilərsən və ya kimdənsə soruşa bilərsən. Dostu zəng eləmək. Kimə zəng eləyirik? Allah verdi ya. Dostumdur. Tamam. Qeyd edim ki, 9 dəqiqə vaxtın qalıb.
Aha. Alo. Salamlayırsan. Hə. Qulaq as mənə, qulaq as. Oyundayam. Mənə bir dənə sualın cavabını tez Google-dan tap dedə mənə, nə olar? Tez elə. Hə, oxuyuram sualı. Tez elə. Deyim. Yaxşı. İlk bədii Azərbaycan filmi hesab olunur. İlk bədii Azərbaycan filmi hesab olunur. Aha. Tamam. Neft milyonlar səltənətində. Doğrudur. 10 manat qazandın. Cəmi 7 dəqiqən qalıb. Növbəti suala doğru. Sağ ol. Qüdrət çətinliklə də olsa 40 pəkəndən çıxaraq suala düzgün cavab verdi. Görə Qüdrət növbəti məkanı tapa bilib suala düzgün cavab verə biləcək. Getdi Melan. Maraqlıdır Melan. Görəsən bunun içində nə var? Açar da yox. Bağlayıblar. Boş ver. Qüdrət gəlir. Buyur Qüdrət. Bu şəhər təqribən 3 ay 20-ci əsrdə Azərbaycanın paytaxtı olmuşdu. Hansı şəhər? Qeyd edim ki, 6 dəqiqə vaxtın qalıb. Qəbələ, Albaniya. Səhv. Bakı, Səhv. Gəncə. Düzdür. Doğru cavab. 15 manat qazandın. Növbəti mərhələyə cəmi 5 dəqiqə 50 saniyən qalıb. Sağ ol. Görək də bir şey yaraya biləcək. Yoxsa yox. Qüdrətin cəmi 2 sualı qaldı. Görək 55 manatı qazana biləcək. Baxaq. Sən mat qoyaram ha. Nizami Gəncəvinin İskəndərnamə poeması hansı hissələrə bölünür? İqbalnamə, bir də İqbalnamə, bir də Şərəfnamə. Düzdür. Doğru cavab. Qüdrət, təbrik eləyirəm. Çox sağ ol. 20 manatı qazandın. Növbəti 5-ci, ən axırıncı sualdır. 3 dəqiqə yarım vaxtın qalıb. Tələs. Görə Qüdrət, axırıncı suala cavab verə biləcəyəm. Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli. Sözlərinin müəllifi kimdir? Cavab? Məhəmməd Füzuli. Xeyr. 1 dəqiqə 20 saniyə. Bəxtiyar Vahabzadə. Yox. Nizami Gəncəvi. Xeyr. Növbəti son saniyələr. Hüseyn Cavid. Düzdür. 55 manatı bizdən qazandın. Təbrik eləyirəm səni. Sağ olun. Bax, 55 manat məndədir, buradadır. Amma sənə super oyun təklif eləyirəm. Növbəti 3 dəqiqə bonus hədiyyə verəcəm sənə. Bəli. Bir suala cavab verəcəksən və 50 manat qazanacaqsan. 50 manat. Əgər suala cavab verməsən, bu 55 manatı da itirəcəksən. Razısan? Bir dəqiqə, əgər cavab verməsəm 55 manat da gedir. Bəli. Yox, razı deyiləm. Tamam. Onda 55 manatı gördün. Allah xoşun olsun. Sağ ol. Gülə-gülə. Qüdrət 55 manatı seçdi. Necə deyərlər, çox istəyən azdan da olar prinsipi ilə Qüdrət 55 manatını apardı. Biz isə növbəti dəfə mütləq görüşəcəyik. Bizi gözləyin. Çox maraqlı olacaq.